Deməli, bu dərsimizdə gördüyü kimi mən Windows 10-u açmışam. Keçən dərslərdə biz hazırlanmışdıq o VirtualBox-da və Kali Linux açmışam. İndi isə bu hissədə biz Windows üzərinə belə deyək, HTTPS 449 SSL sertifikatını bir çox saytlarda necə keçib 80-ə yönəltmək olar. Bu da hansı hallarda olur? O hallarda ki, sertifikatda, yəni boşluqlar olur, belə deyək də, HSTS tükədilmiş zəifiyətlər olur, boşluqlar və oradan hücumlara məruz qalır sistem. Yadda saxlayın ki, bunu ancaq mən etik çərçivədə eləyirəm, müəyyən sayt üzərində və test sayt üzərində eləyəcəm. Yalnız testlər üçün nəzərdə tutulub. Deməli, mən Bettercup'a girirəm. Bettercup isə yüküdə isə Yes-Ro yükləmək olar. Xüsusi aracı test üçün nəzərdə tutulub. Xüsusən Red Team'də biz bunlar hücumlar eləyib, Blue Team'də müdafiə sistemləri quracağıq. Netprobe 10 verirəm. Bu getdi və ondan sonra misal sistemlərdə bir ardıca set spoofing eləyirəm, full duplex true eləyirəm, sistemdə spoofing eləyib. Ondan sonra eyni şey yazıram, amma burada rp spoofing hədəf IP təbii ki mənim CM-dir. Windows-um olacaq və mən Windows-a baxıram. ipconfig 100.138 192.168.100.138 üzərinə gedirik. Yəni 100.138 üzərinə cümleci rp.spoof 10 rp spoofing 10 eləyəm, yandırıram sistemi. Ondan sonra https.proxy 10 test aparır və hsts bir də göz istəyirəm. Bax, görə burada Bəzən error verir, bir HSTS-Jack. Yəni belə, təzdən yazaq. No problem. Deməli, HTTPS proxy'mizi yandırdıq və bir dəqiqə, gəlin belli. Exit from system. Təzdən Bettercup'a girək. Birinci elə HSTS-Jack'dan başlayaq. Başda qoyanda götürür. Çox qəribə bir şey olur. Başda elə əmr verdim. HSTS-Jack nədir? HSTS-in qırılması üçün bizə lazımdır. Başda verəndə superski götürdü. Demək ki, düzgündür. Gəlin elə başdakı verdiyim kanalındalar. Netprobe 10. Bayaq yaddaşda saxlayır. Başda elə gedək. Netprobe 10-u yandıraq. 1. Ondan sonra biz gəlirik rp spoofing full duplex true və hücum edəcəyimiz kompüterin IP-si, yəni 138 istəyəm və ondan sonra rp spoofing on rp spoofing istəyəm netprobe ondan rp spoofing on rp spoofing onu götürürük. Əla, ondan sonra https proxy onu eləyəm. Yandırım ki, proxy-də yansın. İndi baxaq. Gələk açaq. Saytım hər hansı bir Google Chrome deyək də onun üzərindən gedək. Və test valunab test bir saytı götürək. Eyb yox. Robot olmadığımızı yoxlayır. Və görək orada necə olacaq proses. Təbii ki, yəni deyirəm, testlər ancaq test amacı üçün hazırlanır dərs. Yəni, hansı saytlara olunması, yəni icazəsiz penetrasiya aparmaq qəti qadağandır. Ona görə ancaq, belə deyək də, öz kompüterlərimizin üzərində. Buranı keçək. Ancaq öz laboratoriyalarımız üzərində aparaq testlərimizi. Belə deyək. Baxaq. Deməli, məsələn, sign up-a girək. Məsələn, yazaq burada bir test. Bu standart, görürsünüz, mən burada yazarım, oraya keçir. Test. Və bu nəyə göstərir?
Mən Bettercup'da username test and password test yazdıqda bilavasitə bura keçir məlumatlar. Məsələn, insan əgər ikinci tərəfinə yazarsa, bax, həmçinin belə deyək də, sayt zaten test üçün nəzərdə tutulmuş saytdır, amma bir məntiqi var, belə deyək. Biz hər hansı bir 443 üzərindən, HTTPS üzərindən belə deyək, saytlarda yönəlmələri Bettercup vasitəsi 80-ə yönəltdikdə mən onu test edirəm. O adam orada qeydiyyat falan yazdıqda üzün şəxsə ötürülə bilər. Bu ona görə belə deyim, bu qanunsuzdur. Ona görə şifrələnmələrə diqqət olunur. HTTPS SSL.443 yönəlmələrə ki, Bettercup məsələn aracı nə üçündür? Məsələn, mən burada komandalar verdim, proxy-ni yandırdım. Həmçinin HSTC Jacking qoydum ki, məsəl üçün 443 olsaydı belə SSL qırılıb, məsələn 80-də yönəltmək olur ki, hər hansı bir şey yazılarsa burada 80 üzərindən 80 üzərindən. Təbii ki, digər tərəfdə oxunması mümkündür. Bu nəyə görə belədir? Zamanla 443 SSL sertifikatı yox idi, 80 üzərində edəli bir şey və 80-də belə deyək problemlər oldu yönəlmələrdə. 80 dediyim bax bu URL yönəlmələrdə nəzərdə tutulur. HTTP Hypertext Transfer Protocol. HTTPS Hypertext Transfer Protocol SSL sertifikat amma sertifikatlıdır. Ona baxmayaraq Bettercup qırma aracılarına biz test edərkən bəzi SSL sertifikat problemlər, yəni boşluqlar yaradıb 80-ə, yəni 480-ə yönəldi də avtomatik buradakı test kimi, yəni yazılan nəsə yazılırsa, üçün şəxsə belə ötürülməsi mümkündür. Məsələn, burada nəsə yazdın, baxın, görürsüz, ötürür bura, baxın. Bura ötürür. Mən test kimi, yəni test sayt üzərində eləyirəm. Məsləhət görürəm ki, bunu hər hansı bir sayt üzərində eləməyəsiniz, icazəsiz olmaz. Penetrasiyası ancaq icazə üzərində olur və real laboratoriya bu sadə bir saytdır, yəni test saytı. Ona görə burada göstərirəm mən ki, kurallara tökəlmiş oyaq. Belə deyək. Əslində belə deyək, Lorel'də mən burada 84 kursdan biz danışdıq, biz Bettercup'dan danışdıq. Əslində bu bir test amacıdır və bu 84 kurs keçmə səbəbləri də elə bunun üçündür. Yəni şifrə yoxdur onlarda. Misal göstərirəm. Gəlin elə öz Windows'umuzda da buna misal göstərək ki, tam aydın olsun bizə. Mən Wireshark Wireshark yoxdursa eybi yox, öz kompüterimizə köçürək. Wireshark şəbəkə analizidir. Gəlin go deyib, Wireshark'a gəlirik, download now və installer. Yükləndi. İndi bu yükləndən sonra həmən Wireshark'a öz kompüterimizə yükləyəcəm və test edəcəyik. Biz şəbəkə analizini test edəcəyik və səbəb olarını göstərəcəm. Niyə onlar keçiblər? Məsəl üçün, belə deyək də, Lorel'də 443-ə zamanla SSL sertifikat niyə yaranıb? Şifrələr. Password yazım. Yes. Beləncə yükləyəcəksiniz. Və kompüterinizi yüklənəcək Wireshark. Belə bu yüklənə kimi hərlik pauza vereyim. Vaxtımız getməsin. Deməli, mən indi Wireshark proqramını yüklədim və şəbəkədən. İndi biz orada başa düşəcəyik ki, nəyə görə. Məsəl sizdə indi mən browser açım. Browserda məsəl üçün belə deyək də OneHub. OneHub saytına girirəm. Təbii ki, test amaclı saytdır ona görə. Məsələn, sayt özü də NoSecure 80 üzərindədir. 80-ci port HTTP Hypertext Transfer Protocol'dur. Yəni SSL sertifikatı yoxdur, yəni şifrələnməyib. 443 HTTPS SSL var. Bayaq Bettercup'da mən göstərdim. Əslində HSTC Jacking idi. 443-ləri yönəldib 80-da. Mən özüm bilə-bilə bu sayt üzərində eləyirəm ki, yəni etik çərçivələr quraq, başqa saytlara yəni test etmir. Amma bu dərs amacıdır, ona görə etik çərçivələr qoruyuruq. Burada da özdə bilə-bilə test amaclı bunu belə qoyulur. Əslində çox saytlar SSL-dadır. Əvvəllər amma 80-da idi. Fərqləri nədədir? 80 HTTP Hypertext Transfer Protocol'la 443 HTTPS SSL sertifikat fərqi nədir? Mən indi məsəl üçün Wireshark proqramı yüklədə gəldi. HTTP, yəni ancaq Hypertext Transfer Protocol, yəni 80 üzərindən gələn şeyləri, yəni protokolları dinlə, belə deyək. Mən gələm sign up. Məsələn, bu hissədə test. Məsələn, bu hissədə bir dənə də test və belə deyək də login verirəm. Belə deyək. Hal-hazırda məlumat hara gedir? Misal göstərirəm. Geri dönüşəyik. Nevə. Test bir dənə də bıraq. Ki düz geçsin. User info. Bu da yönəlmə elədir bura ev ya. User infoya. İndi baxın, 80 üzərinə gəlirsə follow TCP stream eləyəndə
Biz burada görürük ki username test and password test. Bu onu göstərir ki, 80 üzərindən gedən sorğular şifrələnməyib və üçüncü şəxs tərəfindən oxuna bilər. Ona görə zamanında alimlər HTTP, yəni Hypertext Transfer Protocol 80-ci portdan HTTPS, Hypertext Transfer Protocol SSL sertifikata keçdilər ki, şifrələnsin. Yəni buna görə səbəb bundur. Amma indi özündə də bəzi məlumatlar, mən onu başa salacağam. 80 portlar açıq olur, 443-dən gedir əsas bəzi saytların çoxsuna baxsaz HTTPS-dir, SSL-dir. Yəni burada belə bir HTTPS belə olur. Yəni saytların əksində. Amma bu HTTP-dir, ona görə getməyəcək ora. Yəni adi bir saytlara girsən, hansı bir Adidas saytına girək. HTTPS təbii. SSL sertifikatdır, baxın, secure ilə. Amma bu 80-dəndir, yəni HTTP-dir, ona görə fərqləri var. Və bugünkü əsas da məğzimiz bunları ayırd etmək idi. Əsas təhsildə bunları ayırd etmək ki, HTTP nədir, HTTPS nədir, 443 və bu portlar arası fərq nədir və bu portlarda Wireshark-la şəbəkə analizini biz test elədik və gördük şifrələr açıq olur HTTP-də. S-lərdə isə xeyr. Və BetterCap-dan biz test elədik. Yenə test sayt üzərində, yəni deyirəm HSRT-də test sayt üzərindədir və BetterCap aracı onun üçündür ki, SSL sertifikatı olan sistemlərdə müəyyən bir SSL belə deyə də sistemdən sıradan çıxıb 80-a yönəltsin. Əsasən mən ona görə kurallara görə belə deyək, ancaq test sistemi üzərində elədim və belə testlər apararaq bunların arasında fərqləri biz zamanla öyrənəcəyik. Sizlərdən tələb olunan daim like verməyi, daim sistemdə, yəni belə deyək, daim abunədə qalmaq və like eləmək və gələcəkdə yenə də tez-tez mən videolar qoyacağam bu mövzularda. İnşallah Allah qoysa daha geniş mövzulara toxunacağıq. Allah amanında görüşərik.